Dində məcburiyyət var. Bir insan müsəlmandırsa məcburdur. Namazını qılacaq, Ramazan orucunu tutacaq, qadındırsa çarşaf örtünəcək, varlıdırsa həccə gedəcək, zəkat verəcək. Əgər bu fərizləri yerinə yetirməsə, axirətdə Allah Teala'ya hesab verəcək öz yerində. Dünyalıq da müəyyən cəzaları var. Məsələn, namaz qılmayan bir müsəlmana həbs cəzası var. Həbsə alınmalı və hər namaz vaxtında zaman-zaman tevbə etməsi və namaz qılması tələb edilməlidir, söylənilməlidir. Tevbə edər, namaza başlayarsa həbsdən azad edilər. Namaz qılmayan bir müsəlmanın dinən azadlıqda gəzmə haqqı yoxdur. Azadlıqda gəzməməlidir. Dinin hökmü budur. Biz sadəcə burada bir vasitəyik, dinimizin hökmünü sizə çatdırırıq. Hətta bu ən xəfif cəzalardan biridir. Dünyada namaz qılmayan müsəlmanlara. Əlbəttə ki, müsəlmandırsa belə bir cəzası var. Fərqli cəzalar da var. Döyülmə falan, hətta başqa cəzalardır. Müsəlman deyilsə, adam dini qəbul etmirsə, İslam dini bu şəxsə müdaxilə etməz. Bu şəxsə müdaxilə etməz. Müsəlmandırsa məcburdur. Namazını qılacaq. Biraz əvvəl xatırlatdığımız kimi fərzləri yerinə yetirəcək. Haramlardan uzaq duracaq. İndi bəzi insanlar deyə bilər ki, bu necə olur? Namaz qılmayana cəza. Biz sizə bir misal verək. Bəs necə olur ki, dünyada narkotik satan, istifadə edən insanlara cəza var. Həbsə alınır. Orada siz polisə, hakimə deyə bilirsinizmi? Qardaş, sənə nə mən çəkirəm, özüm bilərəm deyə bilirsiniz, polisə, hakimə deyə bilmirsiniz. Eləcə də müsəlmanıqsa biz bunu deyə bilmərik ki, mən namaz qılmıram, kimə nə? Əlbəttə ki, dövlət din ilə idarə edilməlidir, şəriət dövlət olmalıdır, xilafət olmalıdır və müsəlmanlara belə dövlət nəzarət etməlidir. Bu cəzalar da dövlət səviyyəsində olacaq. Yəni kimsə qalxıb özündən hərəkət etməyəcək. Dövlətin nəzarəti altında